Bir nəfər Həzrət Əli əleyhissalamın yanına gəlib dedi: 70 fərsəxlik yoldan bura gəlmişəm ki, səndən sual soruşam. Həzrət Əli əleyhissalam dedi: Buyur. Asimanlardan da böyük olan nədir? Yerdən də geniş olan nədir? Yetimdən daha zəif olan nədir? Oddan da çox yandıran nədir? Şaxtadan da soyuq olan nədir? Dəryadan da daha çox ehtiyatsız olan nədir? Daşdan da bərk olan nədir? Həzrət Əli əleyhissalam buyurdu: Nahaq yerə töhmət vurmaq asimanlardan da böyükdür. Haqq yerdən də genişdir. Söz gəzdirən adamın söz gəzdirməsi yetim uşaqdan da zəifdir. Hərislik və təmahkarlıq oddan da yandırıcıdır. Paxıldan bir şey istəmək şaxtadan da soyuqdur. Qənaətlə dolanan şəxs dəryadan da ehtiyatsızdır. Kafirin qəlbi daşdan da bərkdir.